biz tarixi unuda bilmərik və kiminsə siyasi maraqlarının girovuna çevirə bilmərik. Gəlsinlər, açsınlar tarixi sənədləri, xəritələri, baxsınlar. Sovet hökuməti Zəngəzuru nə vaxt Azərbaycandan qoparıb Ermənistana verib. Bu yaxın tarixdir. 101 il bundan əvvəl. Yəni biz deyək ki, bu olmuyor. Nəyə görə? Biz həqiqəti deyirik. Bu bizim dədə-baba torpağımızdır. Bütün Zəngəzur, şərqi və qərbi Zəngəzur. Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər şərqi Zəngəzur varsa, deməli qərbi Zəngəzur da var. Bəli, qərbi Zəngəzur var və bizim dədə-baba torpağımız. Və demişəm ki, biz ora qayıtmalıyıq. Ermənilərin uzun illər davam etdirdiyi işğal dövrü tarixi torpaqlarımızın itirilməsinə gətirib çıxartdı. Gülüstan və Türkmənçay müqavilələrindən sonra başlayan məkirli siyasət 20-ci əsrin əvvəllərində İrəvanın ermənilərə verilməsi ilə davam etdi. Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası yaranandan sonra yeni inzibati ərazi dəyişiklikləri edildi. Sovet Rusiyasının məqsədi Bakı neft rayonunu tam şəkildə özünə tabe edərək respublikaların iqtisadi imkanlarını süni şəkildə eyniləşdirmək idi. Bu siyasətdə birinci yerdə Sovet Rusiyasının iqtisadi maraqları dayanırdı. 1918-ci ilin mayında da Cənubi Qafqazda 3 müstəqil dövlət yaranarkən o zaman İrəvan və ermənilərə, İrəvan və İrəvan ətrafı torpaqlar ermənilərə verildi. Amma ermənilər bununla da kifayətlənmədilər. 1920-ci ilin aprel işğalından sonra Sovet Rusiyası belə deyək ki, erməniləri müdafiə etmək üçün birazdan Zəngəzur torpaqlarının böyük bir hissəsini ermənilərə verdi. Eyni zamanda Qarabağın mərkəzində isə Dağlıq Qarabağ Muxtar vilayətini yaratmaqla Azərbaycan üçün problemlər yaratdı. 1921-ci ilin iyununda Qafqaz Bürosunun plenumu Cənubi Qafqaz Respublikalarında maldarlıqla məşğul olan əhalinin otlaqlara sərbəst çıxışı haqqında qərar qəbul edir. Bu qərar Azərbaycanlı və erməni əhalisi arasında qarşıdurmalara səbəb oldu. Bu mübahisələri həll etmək üçün 1922-ci ilin dekabrında Nərman Nərmanov, Meslikov və Arcanakidze başda olmaqla xüsusi komissiya yaradılır. Beləliklə, üç ölkə arasındakı razılığa əsasən Qazax qəzasından 4,151 kvadrat kilometr, Zəngəzur qəzasından isə 4,424 kvadrat kilometr ərazi Ermənistana verilir. Hətta Azərbaycanla Ermənistanın ayrı-ayrı rayonları arasında baş verən sərhəd mübahisələri əksər hallarda ermənilərin xeyrinə həll edilib. Belə ki, Ermənistan Qars müqaviləsinə əsasən Azərbaycanın tərkibində Naxçıvanın muxtariyyətini rəsmən tanısa da, gələcəkdə onu özündə birləşdirmək niyyətindən əl çəkməyib və Sovetlərin əli ilə öz istəyinə nail olub. 1921-ci ildə Qars müqaviləsinin nəticəsi olaraq Naxçıvan Azərbaycanın tərkibində qalsa da, Azərbaycanın quru sərhədlərini bağlamaq üçün Naxçıvanın 9 kəndi ermənilərə verildi və beləliklə Azərbaycanla Naxçıvan arasında quru sərhəd bağlandı. Və təbii ki, tarixin sonraki məqamlarında da ermənilər bununla kifayətlənməlidir. Onlar hər dəfə Dağlıq Qarabağ güya tarixi erməni torpağıdır, Ermənistana verilməklə bağlı Sovet dövləti qarşısında tələblər qoydular. Amma Sovet dövləti də SSR dağılmasın deyə bundan imtina edirdilər. Ən nəhayət 80-ci illərin sonu, 90-cı ilin əvvəllərində onlar Azərbaycan torpaqlarının 20%-ni işğal etdilər. Beləliklə, SSR-nin birbaşa müdaxiləsi ilə Azərbaycan torpaqlarının işğalı hesabına Ermənistan ərazisini genişləndirə bildi. Lakin 44 günlük vətən müharibəsi uzun illər davam edən bu işğala son qoydu, Azərbaycan yeni reallıq yaratdı. Ötən il imzalanan Şuşa bəyannaməsi də göstərdi ki, artıq Azərbaycanın Türkiyə kimi güclü müttəfiqi, dostu var. Prezident Ali Baş Komandan İlham Əliyev dəfələrlə bəyan edib ki, Zəngəzur, Göyçə mahalı tarixi Azərbaycan torpaqlarıdır, İrəvan şəhəri də Azərbaycana məxsus olub. Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımlar isə tezliklə bu qədim Azərbaycan torpağının da həqiqi sahiblərinə qovuşacağına əminlik yaradır. Firuzə Nadir, Rüstəm Mikayılzadə, Novruz Kazımov, Jalə Əsgərova, ASTV xəbər.